Salam gözəl xanımlar. Bu dəfə istədim ki, ət vloqu çəkim. Evə ət alınıbsa, mən nə qədər yorğun və halsız olsam da, o ət soyuducuya girməməlidir. Mütləq yumalıyam, doğramalıyam və çəkib yerbəyer etməliyəm. Bilmirəm siz də beləsiz yoxsa necə? Mən əti yuyub sonra doğrayıram. Artıq burada əti çəkirəm. Quyruq daldırmışdım. Çəkilmiş ətə quyruq da əlavə etdim. Mən heç vaxt çəkilmiş ətə quyruq əlavə etmirdim. Qardaşım bir dəfə dedi ki, çəkilmiş ətə quyruq əlavə et. Sına, görəcəksən ki, ət daha dadlı olur. Yeməklərə ayrı bir dad, ləzzət qatır. Mən uşaqlara görə əlavə etmirdim ki, qoyun ətinin qoxusu gələr və sevməzlər. Sınadım və uşaqlar da hiss etmədilər. Bu məni çox sevindirdi. Burada isə öz həyətimdə çıxan nanələrdən və göyərtilərdən dərirəm. Həqiqətən bunun da yeri tam başqadır. Öz həyətindən göyərtilər dərmək, bostandan tərəvəzlər. Keçən il boranı və pomidor, bibər, badımcan əkmişdim. İnşallah bu il də əkəcəm. Bu nanəni qaynanam mənə vermişdi. Kötüklü gətirib əkmişdim. Gördüm ki, qəşəng yarpaqlaşıblar, yaşıllaşıblar. Biz nanəni çaya da atırıq. Çaya da atanda çox gözəl olur. İnsanın ruhunu sakitləşdirir, əsəblərini sakitləşdirir. Bunlar isə kişnişdir. Keçən il əkmişdim. Yəqin tumu tökülüb, öz xeyrinə çıxıb. Burada isə soğanı blenderdən keçirirəm ətə əlavə etmək üçün. Soğanın suyunu sıxıb, sonra ətə əlavə edirəm. Onda ətin suyu çıxmır, ətin rəngi dəyişilmir. Bilmək istəyirəm ki, qızlar, siz soğanı hansı üsulla əlavə edirsiniz ətə? Bura bir diş sarımsaq və doğradığım göyərtiləri əlavə edib, üzərinə duzunu, istiotunu əlavə edib qarışdırıram. Çəkilmiş ətlərimiz artıq hazırdır. Ətləri paketlərə yığıb əlimlə nazik forma verirəm. Bu üsulla edəndə ətin buzu daha tez açılır və ətlərimiz soyuducuya getməyə hazırdır. 5 ədəd çəkilmiş ət çıxdı, 2 ədəd də sümüklü ət. Allah hər kəsin ruzisini bol, qazanını dolu etsin inşallah. Sonda isə videomu bəyənib takib atmağı unutmayın. Dəyər verib izləyən hər kəsə təşəkkür edirəm.